Yeməkdən sonra adətən birdən-birə halsızlıq yaranırsa, yuxu gəlməsi varsa, beyin bulanıqlığı hiss edirsinizsə, onda ekrana yaxın əyləşin. Bu, bəzən insülin rezistentliyinin də ilkin siqnalı ola bilər. Yeməkdən sonra kəskin halsızlıq yaranırmı? Bunun başqa adı postprandial hiperglikemiya ola bilər. Yəni, yeməkdən sonra qan şəkərlərinin düşməsi. Yeməkdən sonra adətən birdən-birə halsızlıq yaranırsa, yuxu gəlməsi varsa, beyin bulanıqlığı hiss edirsinizsə, onda ekrana yaxın əyləşin. Bu sadəcə toxluq deyil, bu qan şəkərinin dalğalanmasıdır. Yeməkdən sonra qanda şəkər qalxır və bədən buna cavab olaraq qanda insulin miqdarını artırmağa başlayır. İnsulin də sürətlə qalxanda şəkər də sürətlə endirə bilir və bu düşməyə də postprandial hiperglikemiya deyilir. Maraqlısı odur ki, əksər analizlərdə bu görünmür. Çünki biz şəkəri ac qarnı ölçürük. Halbuki problem tox vəziyyətdə baş verir. Nəticə olaraq halsızlıq, yuxululuq, əsəbilik, konsentrasiya və diqqətin pozulluğu, həmçinin şirin istəyin var kimi bir hissiyat yaranır. Bu, bəzən insülin rezistentliyinin də ilkin siqnalı ola bilər. Yəni, məsələ tox yemək deyil. Məsələ şəkərin sürətli dəyişməsidir. Nə edək? Özümüzə necə yardım göstərək deyirsinizsə, lifli qidalara üstünlük verin. Proteinlə balanslı şəkildə qidalanın. Yavaş sorulan karbohidratlara üstünlük verin və porsiya ritminə nəzarət edin. Və bir cümlə ilə desək, yeməkdən sonra yorğunluğunuz yeməyin miqdarının yox, şəkərin sürətlə enməsi ilə bağlı ola bilər. Özünüzlə müğayət olun və bu videonun daha çox insana çata bilməsi üçün bölüşün, paylaşın və belə bir hissiyatı yaşayırsınızmı? Bunu da şərhlərdə qeyd etməyi unutmayın. Sağ olun.